Salam değerli izleyiciler, 30 oktyabr 2025-ci il Balakən rayon icra hakimiyyətində əməliyyat keçirilib. Əməliyyat Dövlət Təhlükəsizlik Xidməti tərəfindən keçirilib. Qafqazinfo məlumatına görə korrupsiya, hüquq pozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rızayevin və bir neçə digər rəsmi şəxsin saxlanıldığı bildirilir. Əlavə məlumat veriləcək. Değerli izleyiciler, bu arada həmin icra başçısının dosyasını diqqətinizə çatdırıram. O əvvəllər bir sıra rayonlarda və dövlət qurumlarının mərkəzi aparatlarında vəzifə tutub. İslam Vahidoğlu Rızayev 1965-ci ildə Göyçay rayonunda anadan olub. 1988-ci ildə Leningrad Maliyyə İqtisad İnstitutunun Bakı filialını ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə elə həmin ildə Göyçay rayon Maliyyə İdarəsində böyük ixtisatçı kimi başlayıb. Daha sonra Vergilər Nazirliyinin Göyçay rayonu, həmçinin Bakı şəhərinin Nizami və Əzbəyev rayonlarındakı strukturlarında şöbə rəisi və müfəttişliyin rəisi və idarə rəisinin müavini vəzifələrində çalışıb. Həmçinin Azəriqazda baş mütəxəssis, 2007-11-ci illərdə isə Azərbaycan Dövlət Neft Şirkətinin audit departamentində rəis müavini olub. İslam Rızayev 18 may 2011-ci ildən Balakən rayon icra hakimiyyətinin başçısı və Yeni Azərbaycan Partiyasının üzvüdür, ailəlidir. 3 övladı var. Qızı Fəridə Rızayeva Suraxanı rayon məhkəməsinin hakimidir.